Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün OTK-nın 11-ci siniflər üzrə keçirdiyi sonuncu buraxılış imtahanının qrammatika suallarının izahını sizinlə bölüşəcəm. Vaxt itirmədən izahlara nəzər salaq. Birinci sual: mübariz adam üçün məğlubiyyət ar deyil. Deyil müstəqil xəbər ola bilməz. Özündən əvvəlki sözlə birləşəcək və bir cümlə üzvü olacaq xəbər. Nədir ar deyil? Nə məğlubiyyət? Kim üçün? Adam üçün tamamlıq. Nə hansı adam üçün? Mübariz adam üçün. Mübariz burada adam adı deyil. Sadəcə adamın şəxsiyyətini təyin edir ki, o mübarizdir. Ona görə təyin cümlə üzvü kimi götürüləcək. Yanlış fikirləri istəyir bizdən. Nəqli cümlədirmi? Bəli, burada bizə məlumat verir. Hər hansı bir fikri bizə nəql eləyir, danışır. Mübariz adam üçün məğlubiyyət ar deyil. Ona görə də nəqli cümlə fikri doğrudur. Çıxırıq bunu. Ümumi şəxsi cümlədir. Cümləmizdə mübtəda olduğu üçün baxın məğlubiyyət mübtədası var burada. Ona görə bu müəyyən şəxsi cümlə olacaq. Ümumi şəxsi cümlədir fikri yanlışdır. 2-ni götürəcəyik çünki bizdən yanlış fikirlər istəyir. Cümlə üzvlərinə görə təhlili mübtəda tamamlıq xəbər sxeminə uyğundur. Burada görürük ki, təhlildə təyin, tamamlıq, mübtəda və xəbər sxemidir. Bu yanlışdır. 2-3. Söz birləşməsinin ifadə olunan cümlə üzvü yoxdur. Bəli, gördüyümüz kimi ar deyil. Bir sözdür, mübtədamız bir sözdür. Adam üçün ifadəsi bir sözdür, mübariz sözü də bir sözdür. Adam üçün ifadəsi sizi çaşdıra bilər, amma söz birləşməsinin yaranması üçün ən azı 2 müstəqil söz olmalıdır. Burada adam müstəqil deyən əsas nitq hissəsidir, amma üçün ifadəsi müstəqil deyil, çünki köməkçi nitq hissəsidir. Doğru cavabımız Y variantı oldu. Növbəti suala keçək. Sonuncu saiti uzun tələffüz olunan sözlərdir. Baxın, uzun tələffüz olunmanı sizdən burada istəmir. Sonuncu sait uzun tələffüz olsun. Biz burada nə görürük? Körtəbii ifadəsini görürük. Söz sonunda 2 dənə eyni sait yanaşı gəldikdə, bizə dəqiqə, 2 dənə eyni saat yanaşı gəldikdə biz 1-2 onlardan sonuncusu düşür, yerinə qoşu nöqtə işarəsi qoyulur. Ona görə də 1-i götürəcəyik. Daha sonra icraat ifadəsində də sonuncu saiti deyir. Burada sonuncu sait hansıdır? Biz 3-də də 2 dənə A saitinin yanaşı işləndiyini görürük. Biz bilirik ki, əgər söz daxilində 2 dənə eyni sait yan-yana gəlirsə, ikincisi düşür, yerinə qoşa nöqtə qoyulur. 1-i də götürəcəyik, 3-ü də götürəcəyik və eyni zamanda bu ifadəni də götürəcəyik. Çünki əmtə sözüdür. Burada biraz PDF oxunmur, amma eybi yoxdur, əsas sizin başa düşməyinizdir. Burada da söz sonunda 2 dənə eyni saitin olduğunu görürük. Eyni sait olanda da hansı qaydamız var idi? Sonuncu sait düşür və ikincisi düşür, yerinə qoşa nöqtə qoyulur. Doğru cavabımız 1, 3, 4 Y variantı olacaqdır. Növbəti suala keçək. Tərkibində həmcins üzvlər olmayan hansı cümlədə tabesi əlaqəsi var? Həmcins üzv olmasın deyir. Yoxsul çox şey istər, həris isə hər şeyi istər. İstər kim yoxsul, həris isə hər şey istər. İstər kim həris. Fikir verin. Mıxı sxemi yarandı burada. Bu sxem də bizə nəyi verir? Bu cümlənin tabesiz mürəkkəb cümlə olduğunu göstərir, təsdiq edir. Buna görə də bu cümlədə həmcins üzv varmı? Xeyr, yoxdur. Çünki hər xəbərin ayrıca mübtədası, hər xəbərin ayrıca mübtədası var. Deməli, burada həmcins üzv yoxdur. Həmcins üzv olmasa da biz bilirik ki, tabesi əlaqəsi harda olur? Həmcins üzvlər və tabesiz mürəkkəb cümlələrin arasında olur. Bu cümlə də tabesiz mürəkkəb cümlə olduğuna görə, deməli, burada tabesizlik əlaqəsi var. Amma həmcins üzv varmı? Yoxdur. Elə bizdən də bunu soruşur. Tərkibində həmcins üzv olmasın, amma tabesi əlaqəsi olsun. Doğru cavabımız A variantı hesab olundu. 3-ə baxaq. Cümlədəki durğu işarələrini bərpa edir. Hansı vasitəsiz nitq sxemi alınar? Yəni qısacası vasitəsiz nitq sxeminə uyğun gələn ifadəni istəyir. Baxın, əgər buradan dialoqda ifadəsi yazılsaydı, biz Samir ifadəsinin qabağından tire işarəsi qoymalıydıq. Amma sualımızın şərtində dialoq yazılmadığı üçün biz normal vasitəsiz nitq sxemi yaratmalıyıq burada. Samir bizim müəllifimizdir. Biz ilk olaraq bu cümlədə fikir verməliyik ki, cümlənin ortasında bəli ifadəsi nəyə görə böyünə yazılıb? Xüsusi isim deyil, digər bir şey deyil. Nəyə görə böyünə yazılıb? Deməli, bu yeni cümlənin ilk sözü ola bilər. Aydın oldu. Samir bizim mübtədamızdır və yəni mübtəda da deyirəm, müəllifimizdir və görə bu müəllifin dediyi sözlər nədir? Samir, bəli, gələcəyəm. Bu Samir'in dediği sözdür. Ona göre vasitəsiz nitq, bu qoydum içine. Burada mı yazdım. Dedi görürük biz burada.
Dediyini görən kimi nə edirdik? Əvvəlində vergül tiri, sonunda vergül tiri, müəllifdir. Həmçinin burada bir dənə m qoydum, qoşa nöqtə qoydum. Biraz gecikə bilərəm. Bu da müəllifin dediyi ikinci sözdür. Bu da vasitəsiz nitqdir. MV sxemi. Doğru cavabımız D variantı oldu. Növbəti suala keçək. Üzərində rəqəm yazılmış hansı söz isim deyil, lakin ismin sualına cavab verir. Yəni isim deyil, amma isimləşib. Avtobusdakılar A variantı biri götürəcəyik. Çünki daki-dəkini görən kimi, daki üzrlə hesab edin, burada test görünmür. Amma eybi yoxdur. Mən ümumi sizə nəzər salacağam, nəzərinizə yetirəcəm bunu. Avtobusdakılar ifadəsi dəqiqə qoy testə baxım mən. Bu cümləni sizə dəqiq yazım. Aha uşaqlar deyir ki, avtobusdakılar ana ilə körpə uşağına yer göstərirdilər. Ana ilə körpə uşağına. Biz bilirik ki, ana isimdir. Ona görə bunu götürməyəcək. Deyir ki, isim deyil. Körpə isimdir. Bunu da çıxırıq. Daha doğrusu sifətdir körpə uşağına, hansı uşağına? Burada onsuz da sifətin sualına cavab verir. İsmin sualına cavab verir. Axı burada ismin sualına cavab vermir. Uşaq sözü, yəni üzərində 4 yazılan uşaq sözüdür. Uşaq onsuz da isimdir. Bunu da çıxırıq. Yer də onsuz da isimdir. Bunu da çıxırıq. 5 də çıxırıq. Doğru cavabımız elə D variantıdır. Avtobusdakılar. Nəyə görə? Çünki biz bilirik ki, avtobusdakılar isimdirmi? Biz bu sözə ifadəyə isim deyə bilmərik. Çünki burada dakı-dəki ifadəsi var. Dakı-dəkinin olduğu sözlər nitq hissəsi olaraq sifət hesab olunur. Və sifət də nə edib? İsmə məxsus olan larlər şəkilçisini qəbul edib. Yəni isimləşib. İsimləşdiyi üçün də ismin sualına cavab verəcək. Avtomatik olaraq da bizim tələbimizi ödəyəcək. Üzərində rəqəm yazılmış hansı söz isim deyil, lakin ismin sualına cavab verdi. O avtobusdakılar ana ilə körpə uşağına yer göstərdilər. Kim? Avtobusdakılar. Baxın kim sualı çıxdı avtomatik olaraq. Doğru cavabımız D variantı. Növbəti suala keçək. Cümlələrin birində vergül işarəsindən düzgün istifadə edilməmişdir. Baxın yoldaşlar, burada düzgün istifadə edilməyib. Elə doğru cavabımız A-dır. Nəyə görə? Çünki biz bilirik ki, modal sözlərin qaydası nədir? Modal sözlər cümlənin 3 mövqeyində işləyə bilər. Əvvəldə də gələ bilər, ortada da gələ bilər, sonda da gələ bilər. Əvvəldə gələn modal sözdən özündən sonra vergül qoyulur. Ortada gələn modal sözün hər iki tərəfindən vergül qoyulur. Sonda gələn modal sözün isə əvvəlində vergül işarəsi qoyulur. Amma bu bütün modal sözlər üçün keçərli deyil. Hansı modal sözlərdir ki, vergül olmur onlarda? Elə bil, güya sanki tipli modal sözlərdə vergül işarəsindən istifadə olunmur. Amma gördüyümüz kimi burada sanki sözü, modal sözü əvvəldə gəlib, özündən sonra da vergül işarəsi qoyub. Deməli, vergül işarəsindən düzgün şəkildə istifadə olunmamışdır. Doğru cavabımız A variantı oldu. 7-ci suala baxaq. Klasteri tamamlaya bilən nümunələri seçin. Başlanğıc formasında iki leksik şəkilçi olan sözdür. Bağlayıcı sözün verib burada. Bağlayıcı sözünü qoy yazaq buradan. Bağlayıcı. Sözün kökü nədir bağlayıcıda? Bağdır, bağlamaq, ıcıda deməli, yenə də ikisi də leksik şəkilçidir. Deməli, bu sözün başlanğıc formasında 2 dənə leksik şəkilçi var. Gözəlləşdirən sözünə baxaq. Sözün kökü gözəl, gözəlləşmək, gözəlləşdirmək. Əgər dır deyir, durdurdan sonra maqmək artıra bilirsə leksikdir. Ən də fe'li sifətin şəkilçisidir. Qrammatik götürüləcək. Başlanğıc formasında 2 leksik şəkilçi varmı? Bəli, var. Biri götürürük. Çoxaltdır sözünə gəlin baxaq. Çoxaltdır sözünə baxaq. Çox sözün kökü çoxalmaq, çoxaltmaq, çoxaltdırmaq. Burada dırdan sonra maq artıra bilirəm deyə bu da leksikdir və avtomatik olaraq başlanğıc formada 3 dənə leksik olacaq. 2-ni çıxırıq. Sözləşmək sözün köküdür. Sözləmək ifadəsi olmadığına görə ləş bütöv götürüləcək. Məkdə qrammatikdir. Burada bir dənə leksikdir. Yoldaşlıqda sözünün kökü yol. Eyni yolla getdiyin adam sənin yoldaş hesab olunur. Yoldaş hesab olunur. Yoldaşlıq leksikdir. Yoldaşdan yoldaşlıq yarandı. Daha da qrammatikdir. Qrammatiki çıxırıq. Başlanğıc formada nə var? 2 dənə leksik şəkilçi var. Doğru cavabımız 1, 4. Tələbimiz ödəndi. Doğru cavabımız Y variantı. 8-ci suala keçək. Son samiti fərqli tələffüz olunan sözləri müəyyən edin. Baxın, söz sonunda gələn ki, özündən sonra əgər Sait gəlməsə, o k-nı mən əgər y kimi deyirəmsə, çürük. Necə çürük? Deməli, orada yığışdırıq səsi var. Əgər Sait gəlmirsə, Sait gəlsəydi y olacaqdı. Amma özündən sonra Sait gəlməyib ki, gəlməyib. K-nı necə deyirəm? Çürük. Y kimi deyirəm. Deməli, orada yığışdırıq səsindən istifadə olunacaq. 2-ni götürürük. 2 cavabımız da var. Daha sonra baxaq. Dənli sözündə dənli sonuncu samiti deyir. Dənli, sonuncu samit hansıdır burada? L-dır. Necə deyiləcək? Dənli.
yəni n olacaq 2, 4, sonuncu samit fərqləndi. Bir də bilirik ki, BDGC samitləri var ki, özündən sonra sait gələndə olduğu kimi qalır. Samit gələndə qarşılığına çevrilir və tək işləndə qarşılığına çevrilir. Burada da xərac sözü tək işlənibdə olacaq ç, xərac olacaq. Ona görə altında götürürük 2, 4, 6 doğru cavabımız A variantı olmuş oldu. Növbəti suala baxaq. Yalnız əsas nitqçilərindən ibarət cümləni müəyyən edin. Uçmağı bacarmayanlar uçurumun kənarında yuva qurmasınlar. Elə doğru cavabımız A variantıdır. Yalnız əsas nitq hissəsi işlənib. Çünki burada B variantından 3-ün çıxdı. Çünki köməkçi nitq hissəsidir. C variantından ən çıxdı. Çünki ədatdır. B-də də həmçinin qoşma idi. D-dən puldan başqa sözündən əvvəl dan olduğuna görə deməli bu qoşmadır, çıxdı. Həmçinin burada D var, bu da çıxdı. Alın təri ilə var burada, həm də daha var. Ona görə köməkçi nitq hissələri də çıxdı. Doğru cavabımız A variantıdır. Çox asan sualdır. Yerinə görə söz birləşməsinin əsas tərəfi ola bilər. Deməli, biz bilirik ki, beləliklə modal sözdür, həmçinin ara sözdür götürülə bilməz. Əlbəttə, modal sözdür, deməli, təsdiq bildirən modal sözdür, həm də yəqinlik bildirən ara sözdür. Bu götürülə bilməz. Çünki köməkçi nitq hissələri heç bir söz birləşməsinin əsas aslı tərəfi ola bilməz. 5 ilə 6-nı çıxanda, daha da 4 ilə 5-i çıxanda da doğru cavabımız 1, 2, 3 qalır. Nəyə görə 1, 2, 3-dür? Çünki yaza bilmək arzusu. Baxın, söz birləşməsi yarandı mı? Bəli, yarandı. Təşkil etmək istəyi. Söz birləşməsi yarandı mı? Bəli, yarandı. Vətən həsrəti. Söz birləşməsi yarandı mı? Bəli, yarandı. 1, 3. 1, 2, 3 doğru cavabımız B variantı. Belə yoldaşlar, ümid edirəm ki, buraxılış imtahanında məhz bu tiplə olacaqdır, bu formada olacaqdır. Heç də bundan çətin olacağını qətiyyən düşünmürəm. Həqiqətən də OTK bu dəfə də belə deyək də şagirdlərin haqqını tapdalamadı. Şagirdlər üçün gözəl suallar, buraxılış səviyyəli suallar təqdim etməyi bacardı. Buradan OTK rəhbərliyinə təşəkkürlərimi bildirirəm və ayın 9-unda imtahan verəcək olan bütün 11-lərə uğurlar arzulayıram. Kanala abunə olmağı və fikirlərinizi yazmağı unutmayın. Hər biriniz qrammatikadan, dil qaydalarından neçə düz yazdığınızı şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, salamat qalın.